Seyran Səxavət müasir Azərbaycan ədəbiyyatının tanınmış yazıçılarından, publisist və dramaturqlarından biridir. O, oxucular arasında daha çox insan talelərini, həyatın mürəkkəb tərəflərini və cəmiyyətin problemlərini realist şəkildə təsvir edən əsərləri ilə tanınır. Seyran Səxavət 1946-cı ildə Azərbaycanın Füzuli rayonunda anadan olub. Uşaqlıq və gənclik illəri Qarabağ bölgəsində keçmiş, bu mühit onun yaradıcılığına ciddi təsir göstərmişdi. Ali təhsilini Bakı Dövlət Universitetində almış və ədəbiyyata olan marağını gənc yaşlarından göstərmişdi. Yazıçı əsasən hekayə, povest, roman və publisistik yazılar müəllifi kimi tanınır. Onun əsərlərində sadə insanların həyatı, mənəvi dəyərlər, insanın daxili dünyası və cəmiyyətin sosial problemləri geniş yer tutur. Seyran Səxavətin dili sadə, təsirli və oxucuya yaxın olduğu üçün əsərləri geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanır. Yazıçı həm də uzun illər mətbuat və televiziya sayəsində fəaliyyət göstərmiş, müxtəlif qəzet və jurnallarda çalışmışdı. Publisist kimi yazdığı məqalələrdə o cəmiyyətin aktual problemlərinə toxunmuş, milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulamışdı. Yazıçının dili sadə, obrazlı və emosionaldır. O hadisələri uzun təsvirlərdən çox canlı dialoqlar və güclü obrazlarla təqdim etməyə üstünlük verir. Bu üslub oxucunun əsərlə daha tez ünsiyyət qurmasına və hadisələri daha dərindən hiss etməsinə imkan yaradır. Onun bir sıra əsərləri oxucular arasında xüsusi maraq qazanmışdı. Nekroloq əsəri yazıçının ən məşhur və çox müzakirə olunan əsərlərindən biridir. Əsərdə insan taleyi, həyatın mənası və cəmiyyətin bəzi mənəvi problemləri satirik və düşündürücü şəkildə təsvir olunur. Müəllif burada insan xarakterlərini və cəmiyyətin müxtəlif təbəqələrini ustalıqla göstərir. Daş evlər bu əsərdə insanların həyat mübarizəsi, keçmiş xatirələri və mənəvi dəyərlər mövzusu ön plana çıxır. Yazıcı hadisələri real həyat səhnələri vasitəsilə təqdim edir və oxucunu insan münasibətləri haqqında düşünməyə vadar edir. Yəhudi əlifbası. Əsərdə insanın daxili dünyası, taleyi və cəmiyyətlə münasibətləri bədii şəkildə təsvir edilir. Yazıcı burada psixoloji təsvirlərə və obrazların daxili hisslərinə geniş yer verir. Qaça-qaç. Bu əsər həyatın çətinlikləri, insanların üzləşdiyi sosial problemlər və müxtəlif talelər haqqında yazılıb. Əsərdə hadisələr dinamik və maraqlı süjet xətti ilə inkişaf edir. Palıd toxumu. Bu əsərdə insanın mənəvi gücü, həyatın çətinliklərinə qarşı mübarizə və ümid mövzuları əks olunur. Ümumilikdə, Seyran Səxavətin əsərləri insan psixologiyasını dərindən göstərməsi, real həyat hadisələrini təsvir etməsi və düşündürücü ideyaları ilə Azərbaycan ədəbiyyatında mühüm yer tutur. Onun əsərləri oxucunu düşündürür, həyata və insan münasibətlərinə daha dərindən baxmağa sövq edir. Bu yaradıcılıq bir daha göstərir ki, ədəbiyyat insan ruhunun, düşüncəsinin və həyat həqiqətlərinin bədii ifadəsidir. Seyran Səxavətin əsərləri bu gün də oxunur, sevilir və gələcək nəsillərə dəyərli mənəvi miras kimi ötürülür.